Hər vaxtınız xeyir olsun. Bu gün mən Salə müəllimə ilə birlikdə 4-cü sinif Azərbaycan dili 1-ci səhifə 56-ya baxacağıq. Başlamamışdan qabaq uşaqlar demək istəyirəm ki, yazıb maraqlanan uşaqlarım üçün. Hazırlıq həftədə 3 dəfə olur uşaqlar. 1, 3, 5, 2, 4, 6. Yaxşımı? Getdik indi 4A tapşırığına. Şəxs əvəzliklərini seçin. Uşaqlar, şəxs əvəzlikləri mən, sən, o, biz, siz, onlardır. İndi gəlin baxaq görək bu sözlərin içində onlardan hansı var. Burada nəyə görürük uşaqlar? Mən, daha sonra sən, biz, o və onlar. Deməli, bunlar şəxs əvəzidir. Getdik tapşırıq B-yə. Birinci cümlədəki fərqləndirilmiş sözə sual verin. İkinci cümlədə həmin sözü hansı söz əvəz edir? Polad məsuliyyətli şagirddir. Fərqləndirilmiş söz burada nədir? Məsuliyyətli. Necə şagirddir uşaqlar? Məsuliyyətli şagirddir. Belə şagirdlə valideyn də, müəllim də fəxr edir. Necə şagirdlə? Belə şagirdlə artıq işarə verir. Düzdürmü? Buna görə də işarə əvəzliklərinin qaydasını veribdir. Hansılardır işarə əvəzli uşaqlar? O, bu, həmin, belə, elə. C tapşırığına baxaq. Cümlələrdə işarə əvəzliklərini müəyyən edin. Həmin jurnalı mən oxumuşam. Burada işarə əvəzliyi hansıdır? Həmin burada işarə əvəzliyidir. Eldar bu müsabiqənin qalibi olacaq. Burada da bu işarə əvəzliyidir. Elə yatmışdı ki, oyada bilmədim. Elə işarə əvəzliyidir. Belə tapşırıqlar çox asandır. Belə işarə əvəzliyidir. Sən də belə oxuya bilərsən. Yenə burada belə işarə əvəzliyidir. Elə sözlər ürəyimə yağ kimi yayılır. Elə burada işarədir. Bu çantanın içində heç nə yoxdur. Hansı çantanın? Bu çantanın. Yenə işarə verir. Mənə belə baxanda narahat oluram. Deməli, burada belə nədir? İşarə əvəzliyidir. Dialoqlarda işlənən o əvəzliyinə sual verin. Hansı cümlədə o əvəzliyi şəxs bildirən sözü əvəz edib? Yadınızda saxlayın uşaqlar. Kim sualına cavab verirsə, şəxs əvəzliyidir. Yox, hansı sualına cavab verirsə, işarə əvəzliyidir. İndi baxaq cümləyə. Rauf Gəncəyə getdi. O nə vaxt qayıdacaq? Kim uşaqlar? Rauf da. Demək ki, bu şəxs əvəzliyidir. Amma fikir verin. Yaşıl top sənindir. Hansı top? Yaşıl top. Hansı sualını verdim, düzdür? O top mənim deyil. Hansı top? O top. Hansı sualına cavab verdisə, işarə əvəzliyidir. Çox rahat şəkildə yəni seçə bilərik biz bir-birindən. Kitabda da nümunəyə baxaq. O qələmi mənə verdi. Fikir verin, şəxs əvəzliyindən sonra vergül işarəsi qoyulur. Kim? O. Amma bu birisi cümləyə baxın. O qələmi mənə ver. Hansı qələmi? İşarə verirəm də o qələmi mənə ver. Bu zaman vergül qoyulmur. O ilə də yadınızda saxlayın. Cümlələrdə o əvəzliyinə sual verin. D bəndinə baxaq, D tapşırığına. Onların şəxs yoxsa işarə əvəzliyi kimi işləndiyini müəyyən edin. Gəlin baxaq. 1. Biz hədiyyə üçün o kəməri seçdik. Hansı kəməri uşaqlar? Burada deyirik ki, o kəməri. Demək ki, işarə əvəzliyidir. Yanına yazıram I. 2-yə baxaq. O, qızımın idman müəllimidir. Deyirsən kim? Mən də deyirəm o. Demək ki, bu nədir? Şəxs əvəzliyidir. Bunu düzəldək, qəşəng yazaq. Şəxs əvəzliyidir. Babam o ağacı keçən il əkib. Hansı ağacı uşaqlar? O ağacı. Burada da deməli işarə əvəzliyidir. Parka girmək üçün o qapıdan keçin. Biz də sual veririk ki, hansı qapıdan keçək? Deyirlər o qapıdan keç. Yenə işarə əvəzliyidir. 5-ə baxaq. Kitabı mənə o gətirdi. Kim gətirdi? O gətirdi. Burada şəxs əvəzliyidir. O oğlan bizim binada yaşayır. İşarə verirəm. O oğlan bizim binada yaşayır. Sən də deyirsən ki, müəllimə, hansı oğlan? Hansını deyirsən? Düzdür, sual versən mənə. Hansı sualı verdin? Hansı? Demək ki, işarə əvəzliyidir. Aşıq Ədalət o mahnını gözəl ifa etdi. Hansı mahnını? Deyirəm ki, o mahnını gözəl ifa etdi. Burada da işarə əvəzliyidir. O, fikir verin, vergül var. Məşhur üzgüçü idi. Kim? O. Kim sualına cavab verdisə artıq şəxsdir. Şəxs əvəzliyidir. Yaxşımı?